Yol polisinə müraciətim öz həllini qismən tapıb. Görürsünüz, bura Lermontov küçəsidir. Hadısa bir ay öncə video paylaşmışdım. Sola dönəndə anlaşılmamazlıq olurdu. Avtomobilə əks istiqamətə çıxırdı. Baxın bu videoda. Maraqlı hadisə ilə rast gəldim. Mən 30 ilə yaxında maşın sürürüm də. Bir geliş, bir gəl. Yerdə belə xətt olmalıdır ki, adam itirməsin də, yəni öz xətti ilə getsin. Ya da xəttin üstündə belə, yəni yol həqiqətən iki gəlişə dəyişir. Bir geliş. Gördüyünüz kimi o videoda xahiş eləyirəm, heç olmasa xətləmə aparılsın və onu rəsmi olaraq Dövlət Yol Polisinin saytına məktub yazdım. Polis general mayoru Ramiz Zeynalovun adına. Orada məktubda əsas xahişimi bildirirəm ki, ən azından orada nişanlanma, müvafiq qanuna uyğun nişanlanma aparalarsa avtomobillər daha rahat olar. Çünki mən bu birinci videoda paylaşıram, qoyacağım da əvvəlki videomu. Orada deyirəm ki, xirəklərdə oxuyuram ki, çox avtomobillərin başına gəldi. İndi görürsünüz necə rahat avtomobillər gəlir, öz istiqamətində davam edir və qarşı yola çıxmır. Nəticədə bilməyərək qayda pozmur və narazılıq yaranmır insanlarda. Bunun üçün Dövlət Yol Polisinə və müvafiq orqanlara hansı ki nişanlama aparıb minnətdarlıq bildirirəm. Çox sağ olun.